Videonun başlığından da məlum olduğu kimi ikinci mövzu izahı ilə qarşınızdayım. Bu video abituriyentlər üçün hazırlanmışdır. 2026-cı ildə qəbul imtahanında iştirak edəcək ikinci və üçüncü qruplarımız üçün. Digər videoda olduğu kimi növbəti mövzu izahında isə məhz MİQ və sertifikasiya imtahanında iştirak edəcək müəllim və müdavimlərimiz üçün məhz bu mövzunun yeni dərsliyə əsasən izahı sizlərlə paylaşılacaqdır. Azərbaycanın cənub torpaqlarında şimala nisbətən həm ibtidai icma quruluşu daha tez dağılmış, həm də şimala nisbətdə cənubda erkən sivilizasiya mərkəzi olan iki çay arası ilə, yəni Mesopotamiya ilə iqtisadi, siyasi, sosial əlaqələr olduğuna görə şimala nisbətdə cənubda dövlət qurumları və dövlətlər daha erkən şəkildə meydana gəlmişdir. Ümumilikdə Azərbaycanın həm cənubunda, həm şimalında yaşayan tayfalar haqqında sizlərə məlumat verim. Belə ki, Naxç və Gərgər tayfaları Naxçıvan, Mil, Qarabağ ətrafında məskunlaşmışdılar. Kuti, Lulubi, Turukki, Su kimi tayfalar Urmiya gölünün ətrafında məskunlaşmışdılar. Onlar Mesopotamiya ilə daimi əlaqədə idilər. Kaspi, Kadusi tayfalarına gəldikdə isə Kaspi tayfaları adından da bəlli olduğu kimi həm Xəzər dənizinin bildiyiniz kimi bir neçə adı var. Onlardan biri də məhz Kaspi tayfalarının adı ilə adlandırılıb Xəzər dənizimiz. Həmən ətrafda yaşayırdılar. Kadusi tayfaları isə Qızılüzən çayı ətrafında yaşamışdılar. Bu arada indidən deyim, Albaniya Atropatena mövzusunu izah eləyərkən də bunu sizin nəzərinizə çatdıracağam. Belə ki, Kaspi, Kadusi tayfaları həm Albaniya, həm də Atropatena ərazilərində yaşamışdılar. Dövlət qurumu olaraq ilk Azərbaycanda Aratta meydana gəlmişdir. Eradan əvvəl 3-cü minilliyin birinci yarısında. Ümumiyyətlə Aratta adına, Aratta dövlət qurumuna rast gəlinmişdir Enmerkar və Aratta dastanında. Aratta dövlət qurumunun mərkəzi, paytaxtı, əsas şəhəri ilə Aratta idi ki, Aratta şəhərinin ətrafındakı ərazilərin birləşdirilməsindən bax bu Aratta dövlət qurumu meydana gəlmişdir. Məhz dövlət qurumu hökmdar tərəfindən idarə olunurdu. O ensi rütbəsi daşıyırdı. Bundan əlavə olaraq, paralel olaraq da məhz məclis fəaliyyət göstərirdi. Həmən məclisdə hərbi məsələlər müzakirə olunsa da yekun qərarı, yekun sözü məhz hökmdar özü bildirirdi. Arattalılarla bağlı mənşələrinə gəldikdə təbii ki, türk mənşəlidir və Arattalılar çox tanrılıq inanclarına sahib olmuşlar. Belə ki, onlar ilahə Lama, ilahə İnanna kimi səma, bərəkət kimi tanrılara inanmışlar. Mesopotamiyada o inanclarla əlaqədar olaraq oxşarlıq təşkil edir. Elə Mesopotamiya ilə də sıx iqtisadi, siyasi, sosial əlaqələr olduqlarına görə həm bax buradakı ustalar gedirdi, orada məbəd tikintisində iştirak edirdi. Yəni o zikkuratların filan hazırlanmasında. Həm də onlar əsasən lacivərd daşının ixracatı ilə məşğul olurdu məhz Arattalılar. Aratta barəsində bu qədər məlumat sizlərə bildirə bilərəm. İndi isə gəlin Lulubi, Kuti və Azərbaycan tayfalarının sonrakı tarixi barəsində sizlərlə məlumat paylaşmağa davam edeyim. Dərs izahına burada ara verməli oluram. Anlayışınız üçün təşəkkür edir və qısa elanları nəzərinizə çatdırmaq istərdim. Belə ki, noyabr ayının 1-dən etibarən sınaq qruplarımıza qeydiyyat başlayır. İstər abituriyentlərimiz 9, 10, 11-ci siniflər məzunlarımız, istərsə də bu videonu izləyən müəllimlərimiz sınaq qruplarımıza qoşulmaqla həftənin hər günü bütün mövzulara dair ən son çərçivə sənədinə, proqrama uyğun olaraq tərtib olunmuş test tapşırıqlarını işləyə bilər, bütün mövzuların izahları ilə tanış ola bilər, 7-24 müəllim dəstəyi alaraq çətinlik çəkdiyi hansı mövzuda ki, boşluğu varsa da bax həmən o boşluqları aradan qaldıra bilər, həftənin bir günü mənimlə sual-cavab etmək imkanını əldə etmiş ola bilər. İstər xəritə testləri, istər ELRV-lər, bütün növ tarix tipli qəbula, imtahanlara düşən imtahan tipli sualları işləyərək və əvvəlki illərdə imtahanlarda istifadə olunmuş sualları işləyərək nəticəsini yüksəldə bilərlər. Bunun üçün sizlər həm dərs, həm sınaq qrupumuza qoşulmaq üçün 055 403 37 53 nömrəsini yazın, ətraflı məlumat əldə edin və qeydiyyatdan keçərək bizlərə qoşulun. İndi isə sizlərə ilk öncə Kuti dövlət qurumu haqqında məlumat verim. Onlar da Aratta dövlət qurumu kimi Urmiya ətrafında meydana gəlmişlər. 3-cü minilliyin ikinci yarısında meydana gəlmişlər. Əraziləri Urmiya gölünün qərbindən İran körfəzinə qədər uzanırdı. Kuti dövlət qurumunda bizə məlum olan hökmdarlardan biri Lişir Pir idi. Onun adı eradan əvvəl 23-cü əsrdəki yazılı kitabədə rast gəlinmişdi. Kutilər məhz bu dövrdə Akkad hücumlarına qarşı mübarizə apararaq öz hakimiyyətlərini möhkəmləndirmiş, hətta onlar Şumer şəhər dövlətlərinin himayəçisinə çevrilmiş, yəni onları Akkad hücumlarından müəyyən dövrlərdə qorumağa da müvəffəq olmuşlar. Kutilərin idarəçiliyinə gəldikdə onlara da hökmdar rəhbərlik edirdi. Lakin Arattadan, az öncə danışdığımız Arattadan və danışacağımız Lulubilərdən fərqli olaraq Kutilərdə hakimiyyət demokratik əsaslara
yönəlmişdi ki, hakimiyyət seçki yolu ilə bir şəxsdən digər şəxsə ötürülürdü. Burada Ağsaqqallar Şurasında adı çəkilən şəxs məhz seçki yolu ilə ölkə deməyək, daha doğrusu dövlət qurumunun rəhbərliyinə gətirilirdi. Kutilərin biz rəqiblərindən danışdıq ki, Akkadlar idi. Akkadlarla onların apardığı mübarizələr nəticəsində eradan əvvəl 3-cü minilliyin ikinci yarısında, daha dəqiq desək, eradan əvvəl 22-ci əsrdə Kutilər tarixin ilk imperiyası olan Akkad imperiyasını süquta uğratmış, Akkadlardan sonra Mesopotamiyanın idarəçiliyini ələ keçirmişlər. Onların hakimiyyəti dövründə Şumerlərdə, Mesopotamiyada daha doğrusu mövcud olan şəhər dövlətlərinin arasındakı toqquşmalara, müharibələrə son qoyulmuş, əmin-amanlıq olmuş, sülh şəraitində yaşamışdılar, ticarət yollarında təhlükəsizlik olmuş. Lakin onların idarəçiliyi yerli canişinlərə, Akkad məmurlarına həvalə etməsi onların siyasi idarəçiliklərindəki bir yanlış hesab olunur ki, bütün bunların məntiqi davamı kimi, nəticəsi kimi məhz eradan əvvəl 22-ci əsrin sonlarında Kutilərin Mesopotamiyadakı hakimiyyətinə son qoyulur. Sonuncu onların rəhbəri olan Trikan cəmi 40 gün hakimiyyətdə olur və onun hakimiyyətdən devrilməsindən sonra 3-cü minilliyin sonlarında Kuti dövlət qurumu xırda vilayətlərə parçalanaraq süquta uğrayır. Gəlin indi isə keçək Lullubi dövlət qurumu haqqındakı məlumatlara. Lullubi dövlət qurumu da Kutilər kimi eradan əvvəl 3-cü minilliyin ikinci yarısında meydana gəlmişdi. Onların qurucuları haqqında məlumat var. Məhz baniləri İmmaşqun olubdur, padşahlar padşahı adlandırılıbdır. Belə ki, İmmaşqundan əvvəlki dövrdə onun hakimiyyət ərəfəsində Lullubilərdə vahid mərkəzləşdirilmiş bir idarəetmə sistemi yox idi. O, bütün vilayətləri birləşdirərək dövlət qurumu yaratmağa nail olmuşdu. Rəhbəri də İmmaşqun idi dedik. Ərazisi Lullubilərin vilayətlərə bölünürdü. Vilayətləri isə canişinlər idarə edirdilər. Ən qüdrətli hökmdarlarından danışası olsaq, bu məhz Annubaninidir. Annubanini ən qüdrətli hökmdar olduğunu biz məhz apardığı uğurlu müharibələrdən başa düşə bilərik. Onlar da Kutilər kimi Akkadlarla mübarizə aparmış. Hətta Naram-Suenin onlar üzərindəki bir dəfə qələbəsinə baxmayaraq növbəti 3 yürüşündə Assur hökmdarı Naram-Suenin dəfələrlə məğlubiyyətə uğratdıqlarının şahidi oluruq. Aratdallar kimi Lullubilər də Mesopotamiya ilə ticarət əlaqələri aparırdılar. Nuzi şəhəri ilə əlaqələrinin olduğuna dair məlumatlar bizə bəllidir. Məhz Lullubilər də Kutilər kimi 3-cü minilliyin sonlarında xırda vilayətlərə parçalanmış, süquta uğramışdır. Həm Kuti, həm Lullubi demək türk mənşəlidirlər, çoxallahlıdırlar, Şumer tanrılarına sitayiş eləyirlər, Urmiyanın ətrafında meydana gəliblər. 3-cü minilliyin ikinci yarısında dövlət qurumu yaradıblar. 3-cü minilliyin sonlarında xırda vilayətlərə parçalanaraq süquta uğrayıblar. Çox tanrılı olduğunu qeyd elədik. Hətta onların Mix yazı ilə də tanış olduğunu sizlərə bildirim. Mix yazı ilə də tanış idilər. Və Kutilər, Lullubilər tayfa birliklərinə çevrildikdən sonra, yəni dövlətləri parçalanandan sonra onlar Assurların da mübarizələrinə qarşı, hücumlarına qarşı daha doğrusu mübarizə aparmışdılar. Qeyd edeyim ki, Lullubilərin süquta uğramasından sonra onların tərkibində olar və onlarla birlikdə tarix səhnəsinə çıxan Su və Turukki tayfaları müstəqillik əldə etdilər. Onlar da öz ətrafındakı tayfaları birləşdirərək məhz o dövrdə Azərbaycanın cənubuna tez-tez hücum edən Assurlara qarşı uğurlu mübarizə aparmağa nail oldular. Öz torpaqlarını qoruya bildilər və eramızdan əvvəl 2-ci minilliyin əvvəllərində Babilistan ərazisində məskunlaşdı Turukkilər. Testlərdə qarşımıza çıxır. Deməli, Turukkilərin adına rast gəldiksə, bu 2-ci minilliklə bağlı olan məsələlərdə onların Babilistanda məskunlaşması, Assuriya ilə aparılan mübarizələr. Ondan əvvəl 2-ci minilliyin sonlarında digər bir Assur hökmdarı 1-ci Adad-Nerarinin də Azərbaycan torpaqlarına etdiyi yürüşlərin şahidi oluruq. Həmən Adad-Neraridir ki, məhz onun adına Xocalıdan tapılan muncuqlar var idi. Növbəti mövzuzahımız Manna, Atropatena, Albaniya və bu ardıcıllıqla da biz davam edəcəyik. Daha sonra ümumi tarixdən, Misirdən, Yunan, Roma mövzuları da daxil olmaqla izahları sizlərlə paylaşacağam və paralel şəkildə istər Azərbaycan, istər ümumi tarixdən olan mövzu izahlarının hər birini kanalımızda paylaşacağam. Əgər bu video sizin qabağınıza sonrakı tarixlərdə çıxmışdısa da, demək ki, artıq mən adını çəkdiyim və çəkmədiyim digər mövzuların izahı kanalımızda var. Bunun üçün siz kanala abunə olmalısınız ki,
hansı mövzu izahlarımla tanış olmamısınızsa da və həmin o mövzuların izahlarını görmək istəyirsinizsə də, abunə olduqdan sonra həmin o videolar sizin qarşınıza çıxacaq. Yox, əgər indi kanalımızla rastlaşmısınızsa da, hələ yeni tanış olursunuzsa da bizim kanalına, digər videolarımıza da göz gəzdirə, nəzər yetirə bilərsiniz. Əgər video xoşunuza getdisə də, videonu bəyənməyi, fikirlərinizi, təkliflərinizi, rəylərinizi isə şərh bölümündə qeyd etməyi unutmayın. Hər birinizə dərslərinizdə, fəaliyyətinizdə uğurlar arzu edir. Növbəti videolarda görüşmək diləyilə. Sağ olun, salamat qalın.